Ünvanlanan suallardan biri də alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlıdır. Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs sayılan istehlakçıların Azərbaycan Respublikası ərazisində tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə nağdsız qaydada yaşayış və qeyri-yaşayış sahələrinə görə ödədikləri ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30%-ni təşkil edir. Fiziki şəxs olan istehlakçı eyni binadan bir və ya bir neçə yaşayış və qeyri-yaşayış sahələrini alarsa, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə görə ödənilmiş ƏDV-yə tətbiq edilir.